İsmayılıda müqəddəs Qurban Bayramı böyük coşqu və yüksək mənəvi ruh yüksəkliyi şəraitində qeyd olunub. Rayonun məscid və ibadət ocaqlarında səhər saatlarından etibarən sakinlər bir araya gələrək bayram namazında iştirak edib, xalqımızın rifahı, dövlətimizin inkişafı və ölkəmizdə əmin-amanlığın daim bərqərar olması üçün dualar ediblər. Bayram tədbirlərində çıxış edən din xadimləri və ictimaiyyət nümayəndələri müqəddəs Qurban Bayramının insanlar arasında birlik, bərabərlik, mərhəmət və paylaşma kimi ali dəyərləri təbliğ etdiyini vurğulayıblar. Kəsilən qurbanlar ehtiyacı olan ailələrə paylanılıb, az təminatlı və sosial həssas təbəqədən olan insanlara xüsusi diqqət və qayğı göstərilib. Tədbirlər zamanı Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi dərin ehtiramla yad olunub, onların ruhuna dualar oxunub. Bildirilib ki, xalqımızın bugün sülh və sabitlik şəraitində bayram sevincini yaşamasında qəhrəman şəhidlərimizin misilsiz xidmətləri var. İsmayıl rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə yaradılmış xüsusi qruplar tərəfindən rayon ərazisində yaşayan şəhid ailələrinə, Qarabağ müharibəsi veteranlarına, əlillərə, tənha ahıllara və az təminatlı ailələrə qurban payları çatdırılıb. Bayram günlərində keçirilən xeyri aksiyaları sakinlər tərəfindən böyük minnətdarlıq hissi ilə qarşılanıb. Rayon sakinləri göstərilən diqqət və qayğının dövlət vətəndaş həmrəyliyinin bariz nümunəsi olduğunu qeyd ediblər. Bayram münasibətilə təkcə İsmayıl şəhəri üzrə 2000-dən artıq ailəyə qurban payı verilib. Paylanma zamanı sosial həssas kateqoriyadan olan ailələrə üstünlük verilib, onların bayram sevincini yaşaması üçün bütün zəruri tədbirlər görülüb. Bugün Qurban Bayramına əlaqədar olaraq Respublikanın hər yerində olduğu kimi İsmayıl rayonunda da rayon icra hakimiyyətinin təşkilatçılığı ilə iri buynuzlu və xırda buynuzlu heyvanlar tam gigiyenik qaydada kəsilmiş və gün ərzində rayonumuzun şəhid ailələrinə, qazilərinə, az təminatlı ailələrinə veriləcəkdir. Qeyd edək ki, ümumilikdə 108 yaşayış məntəqəsini əhatə edən 37 inzibati ərazi dairəsi üzrə nümayəndəliklər tərəfindən 6000 nəfərədək rayon sakininə ümumi çəkisi 7 tona yaxın qurban payı çatdırılıb. Rayonun müxtəlif kənd və qəsəbələrində keçirilən tədbirlər sakinlərin böyük sevincinə səbəb olub. Milli mənəvi dəyərlərimizin yaşadılması baxımından mühüm əhəmiyyət daşıdığı vurğulanıb. Qurban Bayramı münasibətilə təşkil olunan tədbirlər bir daha göstərib ki, xalqımızın humanizm, paylaşmaq və yardımlaşmaq ənənələri bugün də yaşayır və gələcək nəsillərə ötürülür. Rafiq Həsənov, Elçin Məlikov, Nilufər Qəhrəmanova, İsmayıllı.